Məktəblərin Respublika İdman Olimpiyadasının bugündən etibarən müxtəlif idman növləri üzrə yarışlarına start verilib. 12 idman növü üzrə yarışlar təşkil olunur və onlardan biri də basketbol idman növüdür ki, bizim şagirdlərimiz, məktəbli basketbolçularımız gördüyünüz kimi yarış zonasındadılar, hazırlaşırlar. Az sonra isə yarışlara start veriləcək. Basketbolda ilk oyun günü 12 komandanın mübarizəsi ilə yadda qalıb. 2013-2014-cü il təvəllüdlü məktəblər arasında təşkil olunan yarışlarda 14 oğlanlardan ibarət və 4 qızlardan ibarət komanda mübarizə aparacaq. Bugün keçirilən görüşlərdə 6 komanda növbəti mərhələyə adlayıb. Mənim adım Əlif Həbib. Mən ilk gimnaziyada oxuyuram. Neçənci sinifdən? 5. Bugün qalib oldunuz. Bəli. Necədir qalib olmaq? Belə çox yaxşı. Çətin olmadı ki sənə? Yox. Sənin adın nədir? Kənan. Hansı məktəbdə oxuyursan? 47. 47. Bakı. Bəli. Qalib oldunuz bugün. Necə bir hissi qalib olmaq? Yaxşı. Çətin olmadı ki? Yox. Çətin oldu. Sənin adın nədir? Hansı məktəbdə oxuyursan? 107 Texnik Muhadar Fənlər Liseyi. Bugün qalib oldunuz. Bəli. Necə bir hissi qalib olmaq? Yaxşı. Görüş necə keçir sənin üçün? Yaxşı. Çətin olmadı ki? Yox. Qeyd edək ki, oğlanların yarışları olimpiya sistemi, qızların yarışları isə dairəvi sistem əsasında təşkil olunur. Qızlardan ibarət komandaların oyunları isə iyunun 22-sində keçiriləcək.